Baxın, mən gedəcəm orada, bilirsiniz nədir? Mən maşınla gedəcəm. Allah qismət etsə, danışmışam bugün, Lambo ilə gedəcəm. Urus alırıq. İnşallah. Bununla gedəcəm. Arxasında bir qəşəng karavanım olacaq. Onun içində yatacam. Onun içində duracam. Yanımda bir dostum olacaq, qaynım olacaq. Adı Etibardır, balam Etibar. Onunla dünya turuna çıxacaq. Amma istəyirik ki, bunu insanlar görsünlər. Yəni, uğur olaraq bizim hekayəmizi gördükdən sonra insanlar həyatlarında gözəl nəticə olaraq bizi görüb nəsə eləməyə çalışsınlar. Və orada bir həftədə də olması, 2 həftədən bir veriliş yayınlanacaq. 40 ilin xəyalı. Veriliş, orada bizim maşında bir dənə kameraman olacaq. Biz gündə nə edirik? Məsələn, çatdıq, bilmirik. Azad gedirik. Çatdıq bu ölkədəyik, bu ölkədə göl tapdıq, gölün qırağında maşını saxladıq. Orada bizim bu dəqiqə dostlarımız var ki, nə bilim, şişimizi, nə bilim, çaydanımızı, nə bilim, maşın üçün olan aksesuarları, çölə çıxanda nə lazım? Hərə bir şey alır, bizə hədiyyə gətirir. Biz bugün onu yığırıq. Biz bugün, o gün məsələn Dubaydan gələndə, bir həftə 10 gün bundan əvvəl, biz çamadanlar aldıq orada. Nə çamadanlarda? Fotoaparatlarımızı necə qoyacaq? Dağa qalxanda nəyi necə eləyəcək? Baxın, biz hər gün hazırlaşırıq məqsədimizə doğru. Vaxtı gələndə pulu nizamlayaq, birdən alaq demirik.